Ümumiyyətlə bütün il boyu təhlükəli qidalar qrupu var, yəni müəyyən riskli qidalar qrupu var. Göbələklərdir, konservlərdir, balıqlardır, bunlar riskli qida hesab olunur. Onlar nə qədər qidalı olsalar da belə, lakin risklidirlər. Ona görə ümumiyyətlə insanlar bu adın çəkdiyim qidalarla bütün il boyu çox diqqətli olsunlar, davransınlar. Məsəl üçün, tanımadıqları göbələk növün yeməsinlər, yığmasınlar. Konservlərə baxsınlar, əgər üstü şişibsə, tarixi keçibsə, yararlıq vaxtı belə malı almasınlar və s. Eləcə də balıqlarda çox diqqətli olmaq lazımdır. Bununla belə mövsümü arzu olunmaz, bəzən təhlükəli ola bilən qidalar da var. Məsəl üçün, isti vaxtlar başlayandan bəri, yaz gələndən bəri ölkədə qarpızın satışı genişlənibdir və əhali çoxlu zənglər edirlər azad istehlakçılar bilir, necə seçək. Əhaliyə demək istəyirəm ki, ölkədə ən çox nitritlərlə zənginləşdirilmiş qarpızlar satılır. Qarpız təbiətin möcüzəsi olan bir bitkidir. Hətta qarpıza onu istehsal edən, əkən vətəndaş ona azot gübrəsi, yəni nitrat verməsə də belə, əgər o yonca yerində əkilibsə, öncə yonca əkilibsə, torpaqda sonra əkilibsə, artı orada olan azotu soracaqdır, yenə də nitratlatmış olacaqdır. Hər il bu müşahidə olunur əmtəə bazarında, qarpızlarda nitratların miqdarının normadan çox olması. Onu da qeyd edeyim ki, azalma tendensiyası da gedir. Çünki nitratları, yəni o gübrələrin qiyməti bahalaşdıqca sahibkarlar az istifadə edirlər bundan. Lakin istehlakçılar bu malı, yəni qarpızı seçən zaman fikir versinlər. Nitratı çox olan, yəni çox gübrələşmiş qarpızlar böyük olur, qabığı qalın olur, hətta 1 santimetrə qədər qabığı qalın olur və nitratı az olan qarpızdan şirinliyi artıq olur və eləcə də kəsəndə içərisi onun roz, yəni çəhrayı rəngdə olur, toxumları az olur. Bu nitratlaşmış qarpızların göstəricisidir. Lakin nitratı az olan qarpızlar 4-5 kilo həcmində olur, kəsəndə al qırmızı olur, bıçağı vuran kimi partlayır. Yəni bu nitratı az olan qarpızların əlaməti. Bütün hallarda müəyyən yol verilən normalar var nitratların miqdarının. İstehlakçılar əgər çox yeyib o normanı keçərlərsə, şübhəsiz ki, zəhərlənmə halı baş verə bilər. Bir sözlə qarpız alanda diqqətli olsunlar, eləcə də yemiş alanda və düşünməsinlər ki, mövsüm vaxtıdır, bu meyvədən çox alıb yemək olar. Elə mövsüm vaxtı da lap hətta avqust